Salam dəyərli izləyicilər. Bugün 12 aprel buraxılış imtahanının qrammatikasını izah edirəm. Biri fe'l indiki zamanının inkarındadır. Gəlmir. Bunu indi təsdiqə keçirəndə olur gəlir. Deməli ir burada D variantı cavabımızdır. Sonra ikinci sual. Hansı sırada yalnız iki sözdə soruşur sizdən. Eyni hərf buraxılmışdır. Burada sellofan o buraxılıb D variantında. Pianino o buraxılıb. Deməli 2 o var. Amma üçüncü söz isə oranjiman yox, aranjimandır. Deməli cavabımız D variantıdır. Üçüncü sual. Əlbəttə çalışqan şagird dərslərini vaxtında hazırlayar. Nə edər? Hazırlayar. Xəbər. Kim? Şagird. Nə zaman? Vaxtında zərflik. Nəyi? Dərslərini. Hansı şagird? Çalışqan şagird. Deməli burada cavabımız olacaq. Çalışqan təyin, şagird mübtəda, dərslərini tamamlıq, vaxtında zərflik, hazırlayar, xəbər olacaq. D variantımız. Sonra hansı sözdə iki leksik, iki qrammatik istəyir? Uçmaqdan uçqun, qun leksikdir, dakı həmişə leksik olur, lar qrammatikdir, dır da qrammatik. Cavab 30-da E variantıdır. Sonra keçirik növbəti testə. Deyir, yalnız biri saydır. 1'ə 5 say deyil, çoxalmaq feildir, sonsuz sifətdir, birgə zərfdir. E variantı 1, 2 qeyri-müəyyən saya aiddir. Sonra hansı cümlədə məqsəd zərfi işlənib? Düşmən qorxaraq geri çəkildi. Əvvəl qorxur, sonra geri çəkilir. Səbəbdir. Dostumu təbrik etmək üçün hədiyyə aldı. Deməli, hədiyyə alır və təbrik edir. Deməli, cavabımız da burada D variantıdır. Sonra keçirik növbəti suala. Üzərində rəqəm yazılmış hissələr haqqında doğru fikri müəyyən edin. Əziyəm, dərdimi, suya deyim, mən deyim. Deməli, burada şəxs onluq olacaq. Yəni, xəbərli şəkilsidir. Bir xəbərli şəkilsidir. Sonra dərdim və burada i deyir. Suya deyim, dərdimi, i burada nəyi deyim, dərdimi. Təsirlik haldır. Yəni, hal şəkilsizdir. Üçüncüsü isə əğyar gülü dərdimi sual adatıdır. Deməli, cavabımız burada D variantıdır. D variantı dedim. 3 B variantı. Sonra birinci xəbərli şəkilsi oldu, ikincisi hal şəkilsi, üçüncüsü ədaddır. Sonra baxırıq 34-cü testə. Deyir, nümunələri əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Düzəltmə sözlərdən ikisinin kökü feildir. Baxaq, mən ağa, ağ dedim, qaraya, qara. Sən məni istədin, çəkəsən dara. Yenicə sağalır. Burada sağ feil deyil, bu getdi. Vurduğum yara düzəltmə deyil. Mənim bu yaralı, yarmaqdan yara, yaralı. Deməli, yaralı sözü düzəltmədir və kökü yarmaq feilidir. Sonra başqa hansı var idi burada? Bir də üçüncü misrada yenicə sağalır, vurduğun yara. Yenə yarmaqdan yara olur. Deməli, iki söz varımızdır. Düzdür, biri götürürük. Adlıq, təsirlik, yönlük halda olan isimlər işlənib. Sifət işlənib, yönlük halda. Ona görə 2 getdi. 3'ə baxırıq. Təsviflənməyən feil tərkib əmələ gətirib. Vurduğun yara. Yara vurduğun yenicə sağalır. Yara vurduğun, yara sağalır. Bunu götürə bilərik. 3. Sonra yara vurduğun. Yenicə sağalır. Vurduğun yara. Bəli. Sonra 1-3. Sonra əvəzliklərin hamısı ismi əvəz etmişdir. Xeyr. Burada artıq yanlışı istəyir. Bu yaralı könlüm. Bu burada təyindir. Yəni sifəti əvəz etmişdir. Ona görə də cavabımız olacaq C variantı. Növbətiyə baxaq görək nə var. Sonra təsviflənən feilləri yalnız xəbər və əmr şəklindədir. Baxaq, mən ağ dedim, dedim xəbərdir. Qaraya qara, sən məni istədin, yenə xəbərdir. Çəkəsən. Təsviflənən feillər yalnız xəbər və əmr şəklindədir. Xəbər və əmr şəklində. Xəbər və əmr şəklində. Çəkəsən. Çəkəsən. Burada cavabımız onda C deyil. Biz səhv hesablamışıq. Biz səhv baxmışıq testə. Bu getdi. Təzədən səhv baxmışıq. Bu deyil. Sonra burada təsviflənən feillər yalnız xəbər və əmr şəklindədir. Axı burada
çək çəkəsən, səvo çək çəkə. Arzu şəklində var axı. 1-5-dir burada. 1-4-5-dir burada cavabımız. Hə, 3 niyə təsvirlənməyən fe'l tərkib əmələ gətirib? Çünki burada yara sağalır. Əsas xəbərlə işləndiyi üçün tərkib deyildi. Sonra baxaq. Əlamat bildirən isimləşmiş sifətlər işlənmişdir. Əlamat bildirən isimləşmiş sifətlər ağa, ağ, qara olar. Sonra keçirik. Deməli burada D variantı oldu 34-də. Sonra keçirik növbəti testə. İkinci dərəcəli üzvün iştirak etdiyi adlıq cümlələrin icrasını müəyyən. Adlıq cümlə. Burada D variantına baxaq. 10-cu sinifin uşaqları. Sinifin uşaqları mübtədadır. 10-cu isə təyindir. Yəni ikinci dərəcəli üzv var D-də və bunu götürür adlıq cümlədir. Son qələbəyə olan inam hissi yenə mübtədadır. Amma D variantında deməli son qələbəyə son qələbəyə olan inam hissi daha doğrusu. İnam hissi mübtədadır. Son qələbəyə olan təyindir. Deməli ikinci dərəcəli iştirak etmişdir. 35 D variantı. Sonra 35 D. 36-ya baxırıq. Hansı cümlədə xitab söz birləşməsi ilə ifadə olunub? Böyük oğlum, kiçik qızım dərs alasıdır. Kim? Böyük oğlum, kiçik qızım. Ümumiyyətlə bunu oğlum, qızım suala cavab verir, getdi. Əzizim bir dənə sözdür. B variantı olmur. C variantına baxaq. Niyə məlulsan? A dağlar qızı. Deməli dağlar qızı 2 söz var. Deməli budur elə söz birləşməsi. Cavabımız bu qədər. İzahımız sağ olun.